Salam, bugünkü izahımız 2024 OTK nömrə 1 kimya suallarının izahıdır. Vaxt itirmədən başlayaq birinci sualdan. Etil spirtinin tam yanma reaksiyasının istilik effektini istəyir bizdən. Hansı ki, yanma zamanı və başlanğıc maddələrində əmələ gəlmə istilikləri verilib. Bu zaman nə edirik? Etil spirtini yandırırıq. C2H6, daha doğrusu C2H5OH, üstə gəlinsin oksigen, alınır karbon qazı plus H2O. Əmsallaşdırsaq, bura 1, 2 düşür, bura 1, 5, bura 1, 4, bura 1, 6. Hər kəsin əmələ gəlmə istiliyini üstündən qeyd etsək, spirtin əmələ gəlmə istiliyi A, karbon qazı B, su C. Reaksiyanın istilik effekti isə Q bərabərdir. Məhsulun əmələ gəlmə istiliklərinin cəmi, yəni 4B əmsalları nəzərə alaraq üstə gəlinsin 6C, çıxılsın başlanğıc maddənin əmələ gəlməsi, yəni bu da 2A. Buradan hər bir 2-yə bölündüyünə görə Q bərabərdir 2B üstə gələk 3C üstə gələk, daha doğrusu çıxılsın A variantı uyğundur. Sonra növbəti gələk 32-yə. 32-də bizə deyir ki, Eyler-Venn diaqramına uyğun olan reaksiyaları müəyyən edin. Burada bir neçə dənə reaksiya var. Gəlin onları yazaq. Qarışqa turşusunun natrium ilə reaksiyasından metal və turşu reaksiyasını nəzərə alaraq biz yazırıq ki, HCOO natrium plus hidrogen qazı ayrılır. İkinci reaksiya qarışqa turşusunun xüsusi reaksiyalarından da oksidləşməsidir. Qarışqa turşusu oksidləşəndə karbon qazı, su və mis bir oksid əmələ gəlir. Sonra qarışqa turşusunun gümüş bir duzun natriumla, gümüş bir oksidlə reaksiyasından isə gümüş çöküntüsü alınır. Gümüş güzgü reaksiyasıdır və natrium hidrokarbonat alınır. Bir atomlu spirtlərin mis 2 oksidlə oksidləşməsindən isə aldehid alınır. Bu şəkildə qeyd edək. Bir də mis ayrılmış olur. Deyir ki, suda həll olmayan bərk maddə alınır. Suda həll olmayan bərk maddənin alındığı üçüncü reaksiyadır. Ona görə gedir 1-ə 3. Sonra ortadakı vəziyyətə suda həll olmayan bərk maddədə olmalıdır və qaz halında olan bərk maddədə olmalıdır. Mis bir oksid çöküntüdür, karbon qazı qazdır. Sonra dördüncüdə mis çöküntüdür, bərkdir, qarışqa aldehidi alınıb ki, burada formaldehid bu qaz halındadır. Deməli, ikinci ilə dördüncü ortaya gəlir. Qaldı birinci. Birincidə də natriumun bütün duzları həll olduğuna görə bu həll olan, qaz çıxdığına görə yalnız qaz. Birincini də 2-yə aid edirik. Cavab kartında cavab D işarə etmişəm. Amma cavab D deyil, A variantıdır. Bunu nəzərə alarsınız. Sonra gələk 33-ə. Deyir, XO2 peroksiddirsə, hansı ifadələr doğrudur? XO2-nin peroksid ola bilməsi üçün biz bunu bu şəkildə yazmalıyıq. Biz bilirik ki, həmişə peroksidlər oksiddən bir vahid aşağı, daha bir vahid çox olmalıdır oksigenin sayı. Hansı ifadələr doğrudur? Deyir, X ikinci yarım qrup elementidir. Bəli, doğrudur. X xlorla D reaksiyasından X xlor 2 tipli birləşmə əmələ gətirir. Bunu da doğru götürürük. Sonra deyir, X qeyri-metaldır. Qeyri-metallar peroksid, oksid, belə deyək də peroksid əmələ gətirmir. Peroksidləri yalnız, necə deyərlər, aktiv metallar və hidrogen əmələ gətirir. X-in D sulfat turşusu ilə reaksiyasından bu şəkildə olur. O zaman X 4 valentli bir metalmış kimi durur ki, X-in SO4-ün indeksinə 1-2 yazılıb. Hansı ki, burada formul X SO4 şəklində olmalıydı. Bu da yanlışdır. Doğru olanlar 1-2 Y variantı. Keçək 34-ə. Bizə belə bir sxem verib. Deyir ki, hansı maddələr adi şəraitdə bromlu suyu rəngsizləşdirir. Başda metandır. Metanın 1500 Selsidə parçalanmasından C2H2 plus hidrogen ayrılır. Bunun üzərinə özünün gələndə X-ı, yəni asetilenin üzərinə asetilen gələndə asetilenin dimerləşməsidir. Asetilenin dimerləşməsindən Z vinil asetilen olmalıdır. Bunu nəzərə almaq lazımdır. Sonra vinil asetilenin 3 mol hidrogenlə reaksiyasından butan alınır. Yəni C4H10.
Sonra butan nəyin üstünə natrium gəlsək butan alınar. Təbii ki, bu C2H5 xlor olmalıdır ki, Würz reaksiyasından natrium alınsın. Bir də ki, C2H5 xloru nəyin üstünə hidrogen xlor gəlməklə ala bilərik? C2H4-ün. Bizə deyir ki, hansı maddələr bromlu suyu rəngsizləşdirər? Bromlu suyu rəngsizləşdirənlər X olacaqdır, alkendir. Sonra Z olacaqdır, vinil asetilendir. X, L rəngsizləşdirmir, T rəngsizləşdirmir, bir də Y rəngsizləşdirir. Onda X, Y, Z olan X, Y, Z C variantını götürürük 34-də. Növbəti keçək 35 nömrəli sualımıza. 35 nömrəli sualın oxşarı 2023-cü il qəbulda istifadə edilibdir. Deyir cavablandırıl, bunu neyniyək? Uyğunluğu müəyyən edək. Ferum X-da deyir, X-in kütlə payı 20-dir. Mən bilirəm ki, burada nə qədər X var? X qram. Bu 20%-ə uyğundursa, 56 qramda dəmir varsa, 56 qramda 80%-ə uyğundursa, gəlin buradan X-i tapaq. 14 eləyir X-in ayarı. Sonra lityum 3X-da deyir, X-in kütlə payı Y-dir, onu tapın. Nə var? Heç nə. 3 dəfə 7, 21. X-in kütlə payını istəyir deyə 14 idi X-in kütlə payı. Bölməliyəm. 3 dəfə 7, 21. 21 üstə gəlsin 14 vurulsun 100 şəklində hesablasaq. Görək nə qədər eləyir. Bir dəqiqə. 14 bölək. 21 ilə 14'ü toplasam nə qədər eləyir? 35 eləyir. Vurulsun 100. Bunlar 7 ixtisar getsə, burada 5 qalsa, burada 2 qalsa, bu 5 ilə bu ixtisar getsəm, axırsı burada cavab olacaq 40%. Və cavab B variantı. Sonra gələk 36-ya. Bizə deyir ki, X-in, Y-in rəngləri sarımtılı yaşıl rəngli qaz, bir də açıq sarı rəngli qaz. Deməli, sarımtıl yaşıl rəngli olan halogenimiz xlordur. Açıq sarı rəngli olanımız isə flordur. Bizə buna uyğun olaraq deyir, hansı reaksiyalar mümkün deyil. Məsələn, X2 xlor idi. O, əgər flor olsa, kükürtlə reaksiyasına S-flor 6 verər. Ona görə birinci reaksiya yanlışdır. Y-in suyla reaksiyasından, yəni florun suyla reaksiyasından belə deyək də, H-flor plus oksigen ayrılır. Yəni o flor oksigendən güclü oksidləşdirici olduğuna görə onu sudan sıxışdırıb çıxardır. İkinci reaksiya da yanlışdır. Sonra üçüncü reaksiya doğrudur. Elə bil yuxarıdakının eynisidir. Bir də aşağıdakı reaksiya da doğrudur. Bizdən yanlışları istədiyinə görə 1-2 A variantını götürmüş oluruq. Növbəti keçək 37-yə. Deyir ki, cavablandırın. Fenol və etanol üçün ümumi olan ifadələri. Fenol biz bilirik ki, benzol halqasına birbaşa OH qrupunun birləşməsindən əmələ gəlir. Etanol isə doymuş bir atomlu spirtdir. Formulu C2H5OH-dır. İndi oxuyaq bunlardan. Görək ümumi olan nədir? Bizə deyir, nitrat turşusu ilə reaksiya məhsulları mürəkkəb efirdir. Birincisi, fenol nitrat turşusu ilə reaksiya daxil olduqda OH qrupunda reaksiya getməyəcək. Benzol halqasında 2, 4, 6, NO2, NO2 birləşəcəkdir. Burada nitro qrup əmələ gələcək. Amma aşağıdakında spirt olduğuna görə biz bunu necə deyərlər? Mürəkkəb efir alacaq. Ona görə bir ortaq deyil. Deyir, 1 molu artıq miqdarda natrium ilə reaksiya daxil olur. Natrium ilə reaksiya daxil olduqda OH qrupuna görə reaksiya gedəcək. Fenolda da OH qrupuna görə reaksiya gedəcək. Ona görə ikini ortaq götürə bilərik. Çünki bunlarda OH-ların sayı bir dənədir və bir dənə metalla reaksiya daxil olanda OH-ın sayının yarısı qədər. Yəni bir OH varsa yarısı 0,5 mol hidrogen ayrılacaq. Bu doğrudur. Sonra
metanla polkondensləşmə reaksiyasına daxil olur. Burada bu fenola aid olan bir şeydir. Amma spirtə aid olan bir şey deyil. 3 yanlışdır. Deyir 1 molu yandıqda 3 mol su alınır. Bunların hər ikisini yandırıb baxmaq lazımdır ki, nə qədər su ayrılar. Biz burada əgər 1-3 olan variantları çıxsaq, belə baxanda ki 1 ilə 3 uyğun deyil, o zaman elə konkret 2-nin doğruluğu var idi. Bircə dənə A variantı qalır. Hansı ki biz bunları artıq vaxt getməsin deyə yazmıram. Fenolu da, etanolu da yandırdıqda 1 molundan 3 mol su əmələ gələcək. Növbəti gələk 38-ə. Deyir, eyni olan nədir? Azot üçün də, amonyak üçün də. Azotun molekulunu yazsaq, azot molekulu bu şəkildə yazılır. Azotun valentliyi burada 3-dür. Hansı ki çıxan xətlərin sayına görə müəyyən etmək olar. Sonra amonyakdan danışası olsaq, amonyakdan da 3 xət çıxır. Azot burada necə deyərlər? 3 valentlidir. Hər ikisində də. İndi baxaq biz buradan oxuyaq. Deyir azotun valentliyi. Biz baxırıq ki burada hər ikisində də eynidir. Azotun valentliyi 3-dür. Ona görə biri götürürəm. Sonra azotun oksidaşma dərəcəsi. Azot bəsit halda oksidaşma dərəcəsi 0-dır. Amonyakda -3-dür. Eyni deyil. Molekulundakı sigma rabitələrin sayı. Molekuldakı sigma rabitələrin sayı. Burada azot molekulunda 1 dənə sigma rabitə var. Amonyak molekulunda isə 3 dənə sigma rabitə var. Ona görə 3 də doğru deyir. Bərk halda deyir kristal qəfəsin tipini əmələ gətirir. Bəli, bunlar qazdılar. Molekulyar kristal qəfəsdilər. Amma bərk hala gəldikdə kristal qəfəs də əmələ gətirə bilirlər. Bu da doğrudur. Bizdən ümumi olanları istəyir. Ümumi olanda C variantı.